Yaxın vaxtlarda Bərdə şəhərindəki evini satıb Bakıya gələn Tima Hüseynzadə bu dəfə Bakıdan almış olduğu evi və içərisindəki bəzi yeni əşyalarını da satmaq məcburiyyətində qalıb. O, hal-hazırda yaşamış olduğu evin kommunalının işləmədiyini və qazın gəlmədiyini bildirərək öz iradını bildirib. Bunun üzərinə Bakıda Xırdalan şəhərciyində özünə lift olmaqla yeni və böyük bir ev alıb. Buyurun, o kadrları sizlərə O böyüklükdə evi neçəyə aldın? O böyüklükdə evi deyim qiymət. Çox sağ olun. Buyurun. Zaldakını kuxnada mənim oturan stolum yoxdur. Axı mən kuxnaya bar stoykası yıldırmışam. Canlıya baxırsınız. Deyir bax. Görsən. Valla mən bunun 800 manat pul xərc çıxıbdır. Elə bir ki bar stoludur. Ondan sonra elə bir 200 manat stola vermişəm bar stoluna. 600 manat da ona vermişəm. Valla nə bilim mən də özüm də belə qalmışam, bilmirəm. O birisi evdə kuxna mebeli vardı yəni aldığım evdən. Bunu yox, bunu nətər, bunu bir yerdə satıram. Hə. Kim istəyirsən? Buna tək şeyini deyirsən, bar stolunu, qabaq stolunu. Tək mən oturacağını yox, oturacağını mən addelini almışam. Tək şeyini mən 200 manat pul vermişəm buna. Nə bilim, neçə deyirsən ki, gəl götür apar da. Oturacağı vermək istəmirəm, baxım, oturacaq şey yox. Sağ ol. Yo, bunları öz evimə aparacam da, bunları istəmirəm bizə vermək. Baxın, gör nə gözəldir. Hardan aldın ev? Aldım uşaqlar, deyərəm, evə köçəndə deyərəm hardan almışam. Yox, uşaqlar, bu evdə qalırsa mən ziyana gedirəm, başa düşürsünüz. Ona görə bunu kim istəyirsə satım da. Ucuz qiymət satıram. Valla. Hardan olasınız, hardan tapasınız bunu? Bakıdan aldım, hə, ev. Kuxna bebeği neçə metrdir? Qoy göstərim. Valla ay uşağı burada yazırsınız 400 manat verim, 400 manat verim. Kim istəyir gəlsin götürsün aparsın. 800 manat pul vermişəm. Verib 400 manat ziyana gedirəm. Qoy görüm şey tapa bilən metranı deyim sizə. Ay uşağı mənim əlim niyə belə eləyir? Seyləyir. Yətər ölçün mənim. Belə. 2 metr. Uzunluğu nədir? 2 metrdir. Qalbdən ki satmıram. 200 manat verim. Mən də sən dağ eləmə. Hə, da 200 manat. 400 çoxdur. 200 manat yox da 350'ye verərəm amma 200'e yox. Bu 350'ye verərəm amma 200'e yox. Kuxna mebelini, barı yox. Kuxna mebelini 350'ye verərəm, təzə yığılıbdır. Da 200 manata yox.
Ev yiyəsini sat. Ev yiyəsi deyir ki, mənim pulum yoxdur ona verməyə. İstəyirsənsə qalsın, ev nə vaxt sataramsa, onu da verərəm pulunu. Əgər siz kim istəyirsənsə, elə nağd satıram, gəlsin aparsın. İstəyən var. İstəyən varsa desin mənə. Buradan heç nə satmıram. Hamısını aparacağım o bir evimə. Aldığım evə. Bir dənə kuxna mebeli satılır burada. Başqa heç nə. Hamamdaydı ki, hamamda. Hər şey təzədir də. Bunları aparacağım, bilmirəm o bir evimə yoxsa yox. Onları hələ qərar verməmişəm. Mən satıram kuxna mebelini. Satıram kuxna mebelini, bir də kondisioneri. Kondisioneri kim istəyirsə gəlsin, aparsın. Kondisionerim də təzədir, özünüz bilirsiniz ki, buz eləyir, buz, evi buz. Kuxnanı istəyirəm. İstəyirsən Instagramda nömrəm var, götürsən gələ. Ev aldın, bəli. Kuxnanı istəyirəm mən. Kuxnanı istəyirsən Zəhra xanım, götürün də nömrəmizdən gəlin də Instagramda. Baba. Əlimi gördünüz, əsirdir burası belə buradan. Yey damar zat keçir nəsə belə. Düşə salmışam yəqin özüm. Aldığım ev əslində əşyalı idi uşaqlar. Prosto mən dedim ki, əşyaları çıxardım da. İstəmirəm, dedim öz əşyalarım var. Onların Sabina çox sağ ol. Kondisioneri kvadrat neçəyədir? Kondisionerin kvadratı 40-50-dir dəsən. Bu evi yəni opşi zalıdır, yataq otağıdır, koridoru kuxnanıdır, hamamdır, buz kimi eləyir qoşanda. Mənim siqaretim yoxdur, görüm. Kondisioneri 500 manata satıram. Təzə xaldır kondisionerdir. Süleymandır. Siqaretim yoxdur ya, bundan çəkim. Belə oturum, mebeli görəsiniz. Kondisionerimin adı S. Hansı firma? Dedin adı S. Adı S-dir kondisionerin. Bəli. Salam. Buyurun. Stolunu, kuxna mebelin özünü, valla mən kuxna mebelinə 600 manat vermişəm, tək kuxna mebelinə, nə bilim, valla bilmirəm. 350-yə verərəm, belə kim istəyirsə nağdı verirəm. Bar stoykanı biraz şey idi, 200 manata stoykanı almışam, yığdırmışam da, almamışam əslində, yığdırmışam. Ondan sonra, eşkin çox sağ ol. Oturacaqlarında birini bilmirəm, valla onu unutdum, gərək çek axtaram, tapam, necə almışam. Mənim kondisioneri 500 manat, mənim kondisioneri bilsən nə kondisionerdir? Şaxta düşür evdə, inanırsan. Yo, niyə ki, mən Bərdədən çıxartdım, getdim da, onu qoşdum bura. Onu bilsən nə qayırırlar, onun havasını, usta bilir onunla qaymaq lazımdır. Onun havasını alır, qəşə çıxardır, başa düşdün? Çıxardır, sonra aparıb orada qoşanda, buradan çıxardanda yenə havasını alıb, aparıb orada qoşur, təzdən qoşacaq. Yo, niyə mən o bir cebimdə çıxartdım, gətirdim, qalzada heç nə vurmadıq. Hə, içində verim da, ona uyğundur, o nəyə söküm onu yalanla. Özün gərək bir usta gətirəsən də. Hə. Nəyi? Valla 200 manat almışam, 100 də buna verərsən. Hə. O pişi 450 manat verir, gəl götür aparırsın. İndi istəyirsən, bax yazan çoxdur, istəyən çoxdur. Sonra demək ki, oy mən istəyirdim, gec qaldım, kaş alardım. Hə. Yo, danışım götürərəm, başqa söhbətdir. İstəyirsənsə, mən behimi at. İndi atırsan behimi. Yo da 50 manat nədir, ay xanım, 50 manat beh atırsan. 100 manat at.
Ha. Yaxşı, onda 50 manat behat, eşidirsən məni. Emonun var sənin. Hə, Emon deyib, bax, bu yığdığın nömrəni Emonla at. Şey. At, zəng eləmə. Yaxşı. Qoy nömrəni kontakta vurum ki, itməsin nömrəni. Deyəm. Gözdən. Bir saniyə. Qoy bu qızın nömrəsini skrin edeyim. Elədim. Emon nədir? Emon nömrəyə pul göndərirlər də, elə olur. Dörd səllimatı bir həlli bəst. Həqqi, nə bilmə, az başım çıxmır. Məndən alverci çıxmaz. Başa düşürsünüz? Məndən alverci heç vaxt olmayacaq da. Bir dəfə getmişdim bazara, bir kişi məni qoymuşdu dükana satıcı kimi. Ona nə deyirsən? Meyvə satmağa. Qəşək gözünə döndüyüm, gedirdi kişi səhər-tezlərlə yığırdı, meyvəni şeyləyirdi. Ona nə deyirsən? Alırdı pomidoru, xiyarı. Mən də oturdum orada, onu satırdım. Başa düşürdünüz? Kişi axşam gəlirdi, hesablayırdı ki, pomidorun yeşiyinə verib məsəl üçün 40 manat, mən pomidorun yeşiyini 10 manata satıb çıxıb getmişəm. Başa düşdünüz? Mən alverdən başım çıxmır. Kimsə deyir ki, bu şey, bunun aşağı yeri var, məsəl üçün 10 manat almışım, bunun aşağı hər deyirəm 1 manat ver götür. Mən alver sistemindən mənim başım çıxmır. O kişi oran batırdı da, əslində kişi batırmadı, mən batırdım. Başım çıxmadı, məsəl üçün. Biri gəlirdi ki, xiyar istəyirəm. Biri gəlirdi ki, orada bir dənə xiyar verirsin, salam gör gen. Bir dənə xiyar verirdim, məsəl üçün. Bir dənə pomidor, meyvə, biri gəlirdi, biri əlini atıb ağzına qoyub, yeyə gedirdi, heç nə demirdim. O birisi ev daha böyükdür, bilmirəm. Gör gen ev aldım da, deyim deyil, sağ biləsən. Çox sağ ol. Yo, indi demək istəmirəm də, işim burulur, gör gen. Qoy WhatsAppda saatım bax. Qoy atacam baxsan. Belə deysəm işim burulur, başa düşsən, gör gen. Məndən incimə, məndən. Gör gen. Bax, atıram. Ana ev. Göndərdim sağ ol. Salam, çox sağ ol, Lazerluk xanım. Bunu almamışdım. Bunu Behimi bugün getdi qaytardı uşaqlar. Behimi verdi özümə. Şərr olsun. Çox sağ olun. Əşyalarımı o bir sevmə yığacam da. Aldığım evə yığacam. Hər şey, pərdələrimdir. Hər şeyimdir. Hamısını aparacam. Bundan biraz iridir. Yo, aparacam Lazerluk xanım. Burada işinə qoymaram. Axı, niyə qoyum ki mən? Bir də gedim oradan şey eləyim. Orada alım, yığım. Yox. Artist. Kondisioner neçə kvadratdır? Kondisionerim neçə kvadratdır? Bilmirəm. Yəni, mənim evimi buz kimi eləyir da. O şeydir, Kuxna Bebelini istəyən xanım, bən niyə atmadınız şey, Emona B? Atmırsınızsa mən satım da başqasına. Allah xeyir olsun. Kommunalları var, hər şey var. Hər şey var, işte gör giyen. 50 kvadrat olardı. Yox, bilmirəm. Yox, 30-40 kvadrat olar. Şeydi, gör giyen, hər şey var evin. Qazını da keçirdim adıma, suyunu da keçirdim adıma, şunu da keçirdim adıma. Ondan sonra hər şey. Kombin apar var qoyacam da. Kombin mənə Miss Monika alıb. Kombi qoyaram burada. Bağlı kombi deyil. Yox, aldım da, gör giyen. Da genç də almamaq üçün aldım. Yavaş yağdı.
Deyəsən bu şey uşaqlar bu kuxna mebelini almaq istəyən almır. Başqa kim istəyirsən gələsin. Bəs evin remontu. Mən bura remont eləmişəm. Gəl qız. Hardan aldım? Bakıdan. Yerini demirəm. Deyəcəm ev alanda. Evə köçəndə deyəcəm hardan almışam. Alo. Alo. Salam. Da aşağı da xanım mən buna xeyli pul vermişəm. Elə o şey bar stolun azadına bir yerdə istəyirsiniz? Bar stolu ilə bir yerdə 450 manat. Amma belə tək kuxna mebelini 350 manat da dedim də sonunda ağzımdan söz çıxdı. Hə, da verəcəm da çünki onun üstünə uyğundur axı ona görə krant, hər şey onun üstünə uyğundur. 2 metr. Amma şey də var da, canıma baxsan. Bax, indi bax canıma görsən, bu mən patoloğa kimi yıxdırmışam, bunun şeydir. Bax, canıma bax. Görsən patoloğa. Yuxarısına bax, görsən, yuxarıda yıxdırmışam. Nə qədər? Yox da 350-yə. Mən buna 600 manat pul vermişəm da, bunu nə verim? İstəyirsiniz ya yox? Bəhət polkad da hamısı o şeydir, ona görə çox yadlamışam. Amma biraz tez eləyin. Yox, aşağı ilə bilmirəm. Tez deyin də, biraz istəyənlər də var, bilim işimi. Sağ ol. Kim istəyir uşaqlar kuxna mebelini? Deyin də. Ağzım quruyur uşaqlar. Ağzım belə bir-birinə yapışır. Niyə? Alo. Amma şeydə çox adam istəyir. Bilirsiniz niyə elə satmaq istəyirəm? Çünki şeydir, işimi bilim də. Sonra deyirəm bir şey olmasın. Başqası istəyər, belə siz atmazsınız. Kartım. Hə, gəc anlama deyə qoyuram kartımı, indi qoyacam o şeyə. Bax, bir adboy vermə. Bax, özəl. Bax, qoydum kartımı, bax, bura. Yuxarı anket yerini bilirsən də, hara qoyulur kart. Bax, yuxarıda görürsən kartımı. Şəkərdən, uşaq, mənim şəkərim yenə qabarır deyirsiniz. Yox, mən səsinizi mikrofona qoymamışım, narahat olmayın. Aha. Amma özün bilirsən də mən ziyana gedirəm. Yəni birdən elə bilirsən baha zad veririk bunu sağ belə sonra deyərsən ki, bunu baha almışam. Çox sağ olun. Allah sizə xeyli pul yetsin. Çox sağ ol. İndi bunu siz adım Hüseynov çıxır nəsə belə bir şey. Yox, mənim adım deyirəm. Bir saniyə. Baxın. Hə, 50 manat gəldi. M yazılıb adının baş hərfi. İndi siz barını, bir də kuxna mebelini bilir. Nə? Bax, hamısı bir yerdə 450 manata. Mən indi çeka baxaram, mən əslində oturacaqlarımı satmaq istəmirəm. Oturacaqlarım çox gözəl, çox keyfiyyətli və birinci yerdən almışam. Ona görə şey eləmək istəmirəm.
Ha, bunu özümə uyğun yığdırmışam da, başa düşürsən? Bunu standart almamışam, yığdırmışam. İndi bunu siz nə vaxt söküb götürmək istəyirsiniz? Çünki mən sabah Bərdə getmək istəyirəm. Bunu da deyim sizə. Çünki mən getməliyəm, anama baxmalıyam da. Ona görə indi siz çalışın. Bugün adam tapsaz, elə bu gün də axşam söhütsəz, lap bomba kimi olar. Mən bu Kuxna Mebel'lə mən deyim görüm. Deyim söküf çatdırılma var sizə. Söküf fırdan bura apara bilirsiniz. Elə bunu yığanlara deyim də. Qoy soruşum da, bir saniyə. Deyəm. Mən sizə onda şəxsi nömrəmi qoy vereyim. Mənim şəxsi nömrəmi bilin də. Bu reklam nömrəmdir. Zəhsat sizi itirərəm birdən. Qoy mən burada səsimi bağlayayım, nömrəmi verim sənə, deyəm. İndi deyib, qoy deyim görüm. Deyib, burada izləyicilər yazır ki, şeyə sökürlər. Bu nədir? 100 manata sökürlər. Nömrəmi orada yazırlar. Qoy görüm mənim adım nədir? Bilmirəm daha onu. İndi qoy mən zəng girib maraqlanacam. Yaxşı, tamam. Siz mənim obris nömrəmə yazın da WhatsApp-a. Yaxşı. Nömrəmi mən axı can səsi bağlamışdım. Nə deyirəm, başa düşmədim, nömrə yazmışdım. O nömrələrin heç biri mənim deyil. Ağzından oxuyur, Allah səni sağ. Bərdə qayıdırsız, xeyr. Açmır, Kuxna Mebeli. Uşaqlar, ona nə deyirsən? Xanım, mənə qulaq asın, xanım deyir, mən tək qadınam, deyir. Mən deyir, adam tapa bilərəm, bilmərəm, onu bilmirəm də. Beyhatıqdan Kuxna Mebelinə. Mən kombinimi aparacam. Mən kombini satmıram, nə də ki, heç arada qoymuram, qalsın. Kombinimi aparacam. Ona nə deyirsiniz? Mənə kimsə, Kuxna Mebeli sökən kim var? Bu işə baxan, usta. Nuranə xanım burada mebel ustası yazıbdır. Ona zəng eləyin də xanım. Nuranə xanım yazıbdır. Evdə aldım matan. Ay, mənim Kuxna Mebelimi alan xanım. Bax, burada yazılıb Kuxna Mebeli. Deyib, bax, yazıb ki, mebel ustası. Ondan əlaqə saxlayın da siz, özünüz. Deyib, sabitlənib ekrana. Mən sizə nömrə verdim də, mənim obris nömrəmlə əlaqə saxlayın. Öz şəxsi nömrəmi verdim sizə. Evin yerini deyim. Demək istəmirəm axı. Çünki uşaqlar sonra işin burulur da, alınmır, bədəyək gedir.
Mən başa düşmürsünüz siz. Xırdalandan aldım, yaxşı da, dincəlim. Dedim də. Şeyiniz çox sağ olun. Ya da dedim ki, çıxdı ağzımdan. Nətər sevinişirlər azı xırdalanda qalanlar. Qonşu. Ay uşaqlar, bir küçə heç o birisi küçəni özünə qonşu saymır. Siz nətər bir qonşu saya bilirsiniz, başa düşmürəm. Dünyanın axırında qalan, bu birisi dünyanın axırında qalan deyil, qonşuyuq, bir ərazidə qalırıq. O qonşu demək deyil axım. Hə, yazdım. Şeydi xanım, şeydi, siz adam tapdınız, yoxsa... Kimdir mənə WhatsApp-da yazır, o nə biləcəm. Qoy görüm. Alo. Buyurun, buyurun. Binəqəddəyəm. Ev Binəqəddədir Kuxnam evi ilə. Siz tapdınız usta? Hə, 2 metrdir, amma patoloğa kimidir də denən. İndi çəkirəm atam sizə, siz atın ora. O şey, TikTok'dan götürdüyünüz nömrədir. Hə. Qoy gözlə çəkib atıram, yaxşı. Denən düyün sökə bilir, soruş gör, düyün sökə bilir. Yaxşı. Nə gözəl lan, işimiz elə həmişə belə yağ kimi gedən. Dur. Yo, xanım özü danışdı usta ilə. Burada kimsə usta nömrəsi yazdı, onu götürdülər, zəng elədilər özləri. Sağ olsunlar, izləyicilər hamı bir-birinə köməklik eləyə. Bax belə hər şey, bax belə öz qaydasında gedə, hamı bir-birinə bax belə əl tuta. Adi bir elementar bir hadisə idi, gördün. Xanım dedi, mən tək qadınam, dedi, usta yoxdur. Mən zəng elədim, o birisi ustalar aşmadı, Kuxnam evini yığın. Deyir, canlıda biri yazıb, götürdü, zəng elədi ustaya. Halal olsun. Hamı bir-birinin əlindən bax belə tuta, nə gözəldir, deyirəm. Ev həyat evidir, hə, bura həyatdır. Bu ev yaxşıdır, indi aldığım uşaqlar liftlədir, içində lift var, uşaqlar 3 mərtəbədir, lifti var, belə liftlə qalxırsan, belə, liftlə qalxdın, çıxdın, elə bir mansarıda evdir, ikinci mərtəbəsi də evdir, konserner 500 manata, şeydə evdir, konserner mən 1000 neçə manat almışdım, şeydir, konserner buz bağlayır, buz. Niz nə yazmışdın? Sabitlə. Deyə görgüyəni attım da, görgüyün gördü. Qeyr olsun. Niz sən də yaz daha da attım. Bax, çıxdı mən yaz. Bax, aldım ev. Yo, mansardı zatı, 2 mərtəbə lifti təsəvvür edirsən. Belə çox böyük evdir. Həyatı var. Bir dənə problemi odur ki, həyatı yoxdur. Başa düşürsən. Bir dənə həyatı yoxdur. Amma liftli, yəni, bildiyin lift. Pnovka ilə işləyir ev. Pnovkanı basırsan, lift gəlir. Pnovkanı basırsan, lift uçur. Yəni, səmaya da qalxa bilər. Atıram, gözlə necə. Yəni, ev attım. Onda bina evidir. Xeyr, bina evi deyil, həyat evidir. Prosto bahalı evdir, lifti var. Deyim, mən
Salam Timə, konser nə üçün satırsan? 500 manata. Konserdə elə belə konserdə deyil, ha, deyim sənə biləsən. Fısqırıq, buz, şaxta təsəvvür edirsən, yayın günü cırğacırda çöldə ləhləyəndə heç pul da yazmır konserlərim, inan, bax elə yazır, az yazır. İnan, inandığına, bax, sıra bağlayır konserlərin üstündə. Bax, belə buz bağlayır. Niyə arsan? Təz evimdə konserlərim var. 400 yeri var. Zəng eləyim, WhatsAppda bir hatın zəhmət olmaz, Arko. Markası nə? S. Kvadratı bilmirəm, uşaqlar. Ya 30-40'dır, ya 40-50'dir, bilmirəm. Amma onu deyim ki, uşaqlar, mənim o Bərdədə satdığım çox böyükdür axım. Yataq otağı buz kimi, zal buz kimi, tualet hamam buz kimi, kaldır buz kimi, kuxna buz kimi, bir dənə konserli bütün evi şaxta bağlayırdı. Təsəvvürlə titreşirdi. Anam çıxıb gedirdi, qalmırdı mənim evimə gələndə ki, mən qırılıb batıram burada, su yoxda. Deyəm, Timə Binəqədi dedin, biləcəri, Binəqədi canım. Binəqədi də yerləşir. İndi mən konum atacağım da sizə. Aryo. Salam. Buyurun, buyurun. Hansı mebel? Kuna mebeli. Kuna mebelini şu satdım, mebelini attılar indi. O böyüklükdə evi neçəyə aldın? O böyüklükdə evi, deyim qiyməti. İstəmirəm, mən sizi şu kasala sırım, dilə düşürəm, ağza düşürəm. Buranı neçəyə alırdım, oranda o qiymətə. Sırım, dilə düşürəm. O ev çox böyük evdir, liftli, zaddır və belə. Hadi bəsdir. Görgün, niyə ki görgün, bağlıdır. Sən mənim evimə qonaq gələndə o liftə minsən, bir də görün yoxsan. İkinci mərtəbəyə çıxanda bir də görün ağız üstə gəldin yerə. Yüz, baş, göz, hamısı yerlə bir olasın. Bir gün ayağın sürüşdü, liftdən getdin ağızda aynı. Məni pramur uçurdar Almanya. Niyə çıx ikinci mərtəbəyə, oradan düş aşağıda? Oradan aşağı düşüncəm, bir gözün qaçırsan ki, Almanyadasan. Niziyə datmışam, yazıb, əla sağlıqla otur, pinti saxlayırlar evi elə bir... Mən düzəldəcəm də, mən təmizləyəcəm. Evdə şeyə ehtiyac yoxdur. Remontaza da ehtiyac yox, təmizliyə ehtiyac var, təmizləyəcəm. Sən mənə topu verməzsən də, görgəyən. Düşdün, getdin elə bil, çıxdın, evə qayıtma qaşımı gördün ki, yox, sıxılırsan, evə getməyəsən, çıx gecə mərtəbəyə, oradan özün durulacaq. Yola yaxındır, asfaltın qırağıdır da. Pulsuz uçuş, bəli. Azalın pulsuz xidmətləri davam edir. Aşağı mənim ağzım niyə qırıyor? Şəkər ola bilər məndə, bilmirəm mən. Mən bilirsiniz özümü nə vaxtdan çox pis eləyirəm. Bəlkə də bir həftədən çoxdur. Belə hiss edirəm özümü. Timə hava yolları təqdim edir. Qupqurudur bax ağzımda, yapışır bir-birinə. Paltaryan maşınımı, yox ağzımın manarı şalı verir. Brand o paltaryan kimə verərəm mən? Mənim allergiyam yoxdur heç nəyə qarşı, stres keçirdirsən ona görə, bilmirəm, Allah öz xeyir eləsin. Uşaqlar, bir də ki, mənim anamın ximiya dərmanları Gəncədə çox baha olur bu. Deyirlər ki, Bakıda depoda biraz ucuz olur da, yəni ona nisbətən. Mən depoya getməliyəm, depodan almalıyam bunu, nə bilim, nə etməliyəm. Özüm də bilmirəm, nə etməliyəm. Bura çəkdiyəm, mən bura heç bir xəst çəkməmişəm.
Bura nə xərc çəkmişəm ki, mən veşlərimdə aparıram, aldığım və yığacam da. İnqilabda Vahid Aptek. Depodur Vahid Aptek, yoxsa... Nazar, çox sağ ol, Nara. Ana necədir? Belə də ximiyyədən sonra özünü nətər hiss eləyər, o cür hiss eləyir. Axtararam uşaqlar deponu. Gedərəm depoya görək. Bu ximiyanın içinə qatılanlardır. Bu heç. Şeydən, amma ximiya alandan sonra yazılan dərmanlar. Onları Gəncədən alaram da, amma ximiyanın mən dərmanlarını gedəndə Bərdəyə ala bilərəm əslində. Buzda qoyurlar, onsuz da içinə, üstünə. Buza qoyub, apar Bərdəyə çatdırıb, qoyaram xaldenikə. Ayın 17, onsuz da gedəcəm şeyə. Gedəcəyik ximiyaya. Çalışacağım səhər Bərdədə olum. Çünki anama qulluq eləmək lazımdır, baxmaq lazımdır, köməklik eləmək lazımdır. Həkimi kimdir? Zöhrə buydu, nə idi, bilmədim, yadımdan çıxdadı. Cavan oğlandır. Yox, kombimi satmıram, konserner satıram. Kim istəyirsə, Instagramda nömrəm var, sən gələsin, zəhmət olmasa. Bir də gözünüzü yumub açarsınız ki, mən konserni mən niyə almadım yayın günü. Bir də görüb satdım, getdi. O birisi evdə konserner var. Çıxartmır konsernerini, ona görə. Behi aldım, hə, indi aldım, görürüm. Mebelin içini boşalt da. Sökənlər boşaldar da uşaqlar bu mebelin içini. Mən boşaldan bilməm, çox istəyəm. Bıqdım, yorğunam, biləcəyəm. Alıram konserleri. Zəng eləyin, zəhmət olmasa behi atın, işimi bilim, satmayayım eşkimə. Instagramda nömrəm qeyd olunubdur. Ya TikTok'a gir, orada altda telefon işarəsi var. Onun üstündən bas, zəng eləmə. Bax, girdin TikTok'a. Bax, girdin TikTok'a. Bir saniye. Bax, mənim səhifəmdə düzdür TikTok. Bax, burada telefon işarəsi var. Bax, bunun üstündən bastın, buradan. Gördün, zəng elə, ara var. Ara, mesaj göndər, araya vursan, ara. Yəni, zəng elə, ara. Hər şey keçdim. Alo. Alo, salam aleyküm. Salam. Konserleri sizdə necə kvadratdır? Mənim konserlerim dəqiq bilmirəm neçə kvadrat. Neçə satırsınız? Mən 500 manata. Mənim konserlerimi mən 1050 manata almışdım o konserleri. Amma çox güclü belə konserlerdir. Mən təsəvvürlə Bərdədə o konserlerdən bütün evimi soyduram. Prosta kvadratın birisi daha yaxşı. Kvadratı ya 40-50'dir ya 50-60 bilmirəm dəqiq. Hiçbir şey, çox sağ olun onda. Sağ ol. Zəng edin görə konserner istəyənlər. Bilmirəm kvadratını. 50 dolar olar mı? Bilmirəm. Onu deyim ki, uşağı çox soydur evi, başa düşürsünüz. Onu da bilirəm ki, yəni bu kvadrat çoxdur. 60 olar 80. Yox, 80 yekə konserner deyil. O siz bildiyiniz o dev konsernerlərdən deyil. Öyrən də. Kimdən ürgənim onu? Gözdə görüm. Bilmirəm, kimi öyrənə bilərəm. Salam, kim necəsiz? Kimal bizdə mağazadır, santexnika dükanıdır. Elə ora gəlib reklam olmayacaq, reklam edəcək sonra. Amma belə deyə də öz ev sahibinə istəsəz belə də, yəni hörmət edirəm, yəni belədir ki, nəsə də payda götürə bilərsiniz buradan. Siz reklamı nə vaxt istəyirsiniz? Problem yoxdur, gələrəm, hədiyyələrimi verərsiniz. Ödənişimi də eləyərsiniz, gəlib reklamımı eləyərəm. Güclü səviyyədə, yüksək səviyyədə. Bəli. Tamam. Salam. Alo. Mən o apteklə bağlı demək istəyirəm. Hə, buyurun. Allah köməyinizə dursun. Aha.
Hə, düz deyirsiniz, mən də elə tapa bilmirəm. Hə, bir də şeydir, ona nə deyirsiniz? Siz ximiya alıb dərmanları aparanda, sizdə nə qədər xərc çıxır təxminən? Aha. Hə də özün aldıqlarınızı nə qədər xərciniz çıxır? Hər ximiya vurulanda onu almaq məcburiyyətindəsiz, eləmi? Anamda 4 dənə belə normal ximiya olunacaq, indi bunlarla bir yerdə. 4 dənədən sonra akıllı ilaçlar qatılacaq onun üçün. İranınki neçəyə? Ay, vay, vay, vay. Oldu, çox sağ olun. Bilmirəm, vallahi. İndi biz dövlətə getmişik. Hə, nə yazıq məktub? İndi biz axı Gəncə deyilik. Yəni fərqi yoxdur da, məktub gəlirsə harda istəsən orada delə də, hə? Deyişlə maraqlanıram onu, çox sağ olun. Yaxşı, indi yazıram telefonuma, yadımda qalsın. Yaxşı. Deyən, oldu, çox sağ olun, sağ olun. Deyən, aptekadır dedi uşaqlar, deyən, qoy özün. Öz. Yazdım, yadımda qalsın. Nömrəni necə gör? Instagramda var ki, götür. Bəli. Alo. Salam. Salam, Tima, necəsən? Çox sağ olun. Mama necədir? Sağ olun, yaxşı olasınız. Tima, kondisioneri neçə satırsan? 5 manat. Neçə kvadratdır? Bilmirəm xanım, bilmirəm. Hansı firma? Firmanın üstündə S yazılıb, S-E-E. S yazılıb, bəli, üstündə S. Firma yoxdur. Hətta var, yoxdur, bilmirəm də, yəni firma şeyin üstündə, konsernin üstündə S yazılıb. Kvadratını bilmək istəyərdim. Kvadratı 50-60'dır, deyəsən. 500 manatda, hə? Aha. Mən 1050 manat pul vermişəm ona. Siz onu təzə aldınız da, ora? Yox, təzə konsernerdir. Ona görə sən dəqiq bilmək olar neçə kvadratdır? Yox, dəqiqini də mən bilmirəm. Yəqin ki, şeydir, 50-60 olar da. İndi qoy mən yenə də qoy soruşum da. Bir saniyə, ad boy verməyim. Adını da soruşun. Alo. Salam, necəsiz? Canlıdayam mən. Şeydir, sizdən bir şey soruşacağım. Mənim konserlerimin kvadratını bilmirsiniz. Bilmirəm. O konserin adı nədir, onu da soruşurlar. Hə, adı S-dir, S yazılır üstünə. S-E-E-E. Hə, bildim hansından. Kvadratı bilmir də. Ha, öyle kaldım da. Hurdalan. Neyi? Yo, mən bura xəş döyməmişəm. Mən burada nəyim varsa, yığıb aparacam.
mebeldir, mebelimi apar yığacam o evə, başa düşdün? Ondan sonra sən aldığın kombidir, aparıb qoyacam ora. Ondan sonra kuxna mebelimi də behatlıları satıram. Da başqa nə qaldı, heç nəyim qalmadı. Ha? Yo, kombimi aparıram da ora qoyacam. Deyərəm sən. Onda burada yazdılar, yadıma düşdü, 40-50 kvadratdır, elə? Hə, 40-50 uşaqlar, 40-50. Oldu, yaxşı. 40-50 kvadrat. Miss Monikanı yığmışdım Foresta mebeldə. 40-50. Görüm zək gəlir. Alo. Alo, salam. Salam. Sizi gəzdirdən razı edirəm. Buyurun. Siz belə ev reklamı edirsiniz, satdıq ev reklamı. Bəli, Tima ev səhifəsi var. Girin, baxın ora, orada eləyə bilərəm. Ödənişi nə qədərdir bən? 100 manat. Yaxşı, qoy. Tima ev Instagramda da, TikTokda. Instagramda bax, Tima ev yaz, gəlir çıxacaq səhifəm. Oldu, çox Sağ olun. Divan satırsan, yox. Miss Monika olma, verib, mən satmaram. 40-45 olar. Hədə 40-45, 40-50 belə bir şeydir. Yeni keçdin, özüm ev aldım. Delviyaqa, çox sağ olun, cünüz dolar. Bəli. Xanım, televizorun kodunu alın da zəhmət olmasa, efirdəsiniz. Bina evdə yox, həyat evi. Blok etdim səni, adboy verdiyinə görə. Delviyaqa, çox sağ olun. Çox sağ olun, cənniz olasın. Ev tapdım, aldım. Hardan aldı, Xırdalandan. Zal studiyadır, yataq otağıdır. Toya tamamdır, bu qədər. Maşallah olsun, maşallah gününüz olsun. Ev almışdım. Buranı behləmişdim, behimi geri qaytardım. Behi geri qaytardı, alınmadı qaza görə. Çox sağ olun. Bu ev qəşəngdir, orası biraz daha böyük kimidir. Bilmirəm, tam. Bir həftəyə çıxacaqları, bir həftə vaxt istəyirlər məndən. Mən kuxna mebelimi satdım. Kondisioneri kim istəyirsə xəbər eləsin. Behimi atsın, kondisioneri verim ona. Gəlsin, elə indi söysün, aparsın. 1050 manatlıq kondisionerdir. 500 manat gəlsin, versin, götürsün, aparsın. Binəqəd nəzdir? Binəqədinin bura, indi qaldığım nəvim Binəqəddir. Təmirsizdir, yox, təmirlidir. O birisi də kuxna mebel var, bəli. Həyəti var, xeyir. Görək, xudna, hardan gedirsən. Nə? Biraz böyük oxşur, hə. Bura 30 kvadratdır, ora 40 kvadratdır dəsən. Yazmayın da, xahiş edirəm, zəng eləyin, kim istəyirsə. Mən canlıda görə bilmirəm mesajları, ödəniş nə qədər olacaq. Qoy, böyle sizin reklamınıza qoyasın. Qoy, reklam tapdım, uşaqlar, qoy danışın. Bir saniyə, səsləyərəm. Alo. Çox sağ olun, siz necəsiz? Siz dediniz reklam nə idi? Görmürəm orada. Hə. Nə satırsınız? Ha, nə gözəl. Ha. Bu gəlim orada, mən oranı bir ölmürəm mən elə şeylərdən ötərim. Gəlim oranı bir reklam edeyim, satın qutarından hamısını. Allah haqqı. Vallahi nə bilim, mən
əvvəllər biraz baha gedirdim. İndi biraz mənim problemlərim zadım var. İndi anama görə xəstədir. Ona görə da ucuz qiymətə gedirəm ki, qoy hamı məni çağırsın. Əvvəl heç hara getmirdim ha. Mən elə vaxtımızı elə qoyaq ki, çünki Bərdəyə getmək istəyirəm də. Hə. İndi şeydir, oradan hədiyyə də verəsiniz mənə. Heç nə, onda şeydir. 300 verərsən də. İstəyirsiniz bu gün də gələ bilərəm. Axşam tərəfi gələ bilərəm. Axşam bir vaxt təyin eləyək, gəlim də, problem yoxdur. Əgər siz ciddisinizsə, Beyhatımla mən sizə şəxsi nömrəmi verim, ondan əlaqə saxlayaq. Yox, olur da, indi hər ehtimala qarşı qoy şeyimizi sağlam tutaq. Əgər elədirsə, Behimə atın, mən sizə şəxsi nömrəmi verim, elə danışaq. Oldu. Yaxşı, tamam. Yaxşı. Bəli. Alo. Bəli. Necəsiz Timar? Çox sağ olun. Ana, necədir Timar? Şükür. Televizorun xodunun alında xanım, efirdəsin, səsinizi yıxı verir. Ana, necədir? Yaxşıdır, çox sağ olun, yaxşı olasınız. Timar, bir kartımı qoysana, bir yardım etmək istəyirəm anama. Allah canını sağ eləsin. Şeydir, yaxşı qoyuram. Mən Türkiyədəyim. Türkiyədən ki, kart yəqin ki, gələr də. Hə, niyə gəlmir ki, deyə qoydum bura, bax. Qoydum deyə anketə qoydum. Anket bilirsən, harada olur? Tamam, bildim. Çox sağ olun. Allah anama kömək Çox sağ olun, eləsin. sizin Mən də. sən tərəfdəyim, mən də tərtərdənəm. Nə qonşuyuq. Qonşuyuq, Sarcalıdanam mən də. Lap yaxşı. Da qonşu deyil, onda yerliyik Sarcaldansa. Yerik, evet, yerik. Allah anava yox yerdə canı sağ Amin, eləsin. amin. Bütün xəstələrə. Sağ ol, öpürəm səni. Çox sağ ol. Allaha əmanət ol. Sağ olun, çox sağ olun. Mən kart atdınız, mən pul atacağım sizə. Tamam, çox sağ olun. Sağ ol. Kadın Türk. Kadın Türk olmuş gitmiş. Dilenci. Kadın Türk olmuş gitmiş, başına yaylık sat bağlamış. Türkler aşiret ailesine benziyor kadın. Dilviyaga çok sağ ol. Görsən Tima, Allah böyükdür, bir yerdən verənə, bir yerdən qapı açar. Düzdür. Buna nə qədər pul atırlar? Mənə çox pul atırlar, get şikayət elə. Get şikayətdə bulun. Denən ki, Timaya pul atırlar, mən şikayətçiyim. Denən ki, kimsə halal civinin pulundan Timaya 5 manat atdı, aparıb anasını müalicə elətdirəcək. Ona görə gedib şikayət edə bilərsən mənə. Ürəyin hara istəyir, bütün orqanlara. Ürəyin hara istəyir, orada fikrini bildirə bilərsən. Ürəyin hara istəyir. Anket yox, deyə buradadır kartım, bax bunun içindədir. Anket yoxdur, nətər yoxdur, deyim, görüm, deyə buradadır anket. Deyən görüm, video atdı, bir saniyə. Dükanda yaptım sənə ki, baxasan da. Yəni, əgər 200 razılaşarsansa, mənə okey ver. Akşam saat 7-də kimi. Tema, gör nə deyirəm, 200 manat razı olarsan, 200 manat vereyim sənə, nağd. Gəl elə bugün akşam reklam elə. Plus da ki, hədiyyə falan nə istəyirsə, o hədiyyəni verir. Lapsın dükanı mən görüntüsü çəkib, bax ki, nə var, nə yoxdur, ona da bax. Yenə də deyirəm də, yəni, anlatmıram, bax, pulu... Problem yoxdur xanım, 200 manata gələrəm, niyə gəlmirəm ki? Amma mənim behimə atarsız gələrəm, belə üzürü sayım, yəni. Belə gələ bilməyəcəm. Behimə atarsız gələrəm, yəni məndən incimin, yəni birdən deyərsiniz, sizə inanmıram, elə şey, söhbət yoxdur. Prosto istəyirsinizsə, behimə atın, gəlin, problem yoxdur. Yerdə qalanda orada verərsiniz. Hədiyyəmi də götürəcəm. Ağzım yenə quru deyil, Delviyaqa çox sağ ol. Baxın, görün, nə istəyirəm mən buradan. Baxın, kartı at, tez yaz. Kartı nətər atım? Hə, qoy deyəm. Kartı at, mənə deyir yaz. Gözdə. Kart tapam, kart.
Reklam oldu, axşama gedirik reklama. İzləyicilərim, yığışırıq gedirik reklama. Hamınızı gözləyirəm ha, axşam canlıda. Gözdə, kartarda tapmaz mı? Alo. Alo. Bəli. Deyə kartım var da anketdə mən tapamadım. Telefonda kartım yox. Yo şeydə anketdə var da. Deyə bax əlimlə qoyduğum yerə bax. Bax bunun üstündən bas kart çıxır. Hə. Deyə bax barmağımı görürsən barmağımı. Bax onun üstündən bas kart çıxır. Yaxşı. Yo onda sən mənə behat mən sizə şəxsi nömrəmi verəcəm. Oradan atmağa konumuzdadır. Hə, yaxşı. Qoy baxım. Hədə adım çıxırdı orada Hüseynov Elşən. Hə, nə oldu 81? Hə, düzdür. Oldu, çox sağ olun. Axşam hamımız canlıda yığışıq gəlir yora. Yaxşı. Sizin bir də şeydir, takipçiniz nə qədərdir TikTokda? Ay, ad boy verdi. Elə bəlkə onların səhifəsindən canlı açam. Nə tür söhbətdir? Yığışı nəyə gedirik? Az mən tanınmış adamam, yüksək səviyyəli. Gedəyik. Ey Allah. Vallahi akşam gedirik. Gideyin orada da yığıştıran gələyin. Gedəyicələr tema yığır. Unitaz yığır da tema. Aslında Putla yuan unitaz versin ma. Ondan sonra bir de moyka versin. Putla yuan moyka. Putla istəyirəm mən. Allah ruzunu versin. Çok sağ olun sizin de. Ev aldım, bəli. Bax bizə belə reklamlarla gəlin, belə şeylərlə gedəyin reklama. Ölürük ev eşik şeylərlə ötərin. Başqa mənim izləyicilərim hamısı xanımdır. Evin içində quran kimdir? Hamısı xanımlardır. Başa düşdünüz? Hamısı xanımlardır. Bizə belə şeylər, belə reklamla gəlir. Biri gəlir deyir, nə bilim nə, şey reklam elə, nə. Ben belə şeylər xoşlayıram. Ürəyim gedir mənim belə şeylərdən. Mənə gəlin bax belə qəşək reklamlarla. Yoxsa mənə deyirlər filan kəs. Şey satıram. Tumuş satıram. Tumuş reklamı. O gün biri mənim tutmuşdan tumuş yıkırım. Dedim xanım mən tutduqca gedib gəldi günlərdən yatmağa halım yox. Mənə dedi tumuş verəcəm sənə. Qadın alıb aldı ilk geyimləri idi. Dedi geyinəsən reklam eləyəcəyik. Pul da nədir verirəm. Dedi mənim gedib gəllərdə yatmağa halım yox dedim. Bizim milli mentalitet söhbətimiz var dedim. Nağa nə olur? Mən içəri ev yatanda gətir mənə şey içəridən çıxardasın məni. Elə reklamları mənə heç kim deməz. Xahiş edirəm. Getmirəm elə reklamlara. Hardan aldın? Yox, şeydir. Deyir ki, iç geyimlər, qadın iç geyimlər. Dedi ki, paltarın üstündən taxasın, giyinəsən, reklam eləyəsən, pulda nədir verəcəm. Dedim, eləmirəm. Mən belə reklamdan xahiş edirəm, yazmayın, nədir zəng eləməyin. Mən elə reklamlar eləmirəm. Alisa, çok sağ ol. Canım. Ben hele reklamları gittim. Aslında başka reklama gitmiştim. O reklam bölümünde de bir reklam tutmuştu. Hele ona göre. Dilim alsın diye buyur ağzına gören böyle. Benim şekerim kalkır yalnız. Ev taxdım hə. Mama necə oldu? Anam uşaqlar ximiyadan sonra özünü nətər istəyə bilərsə, o cür istəyir də yəni. Şeker var. Hə, yaman quruyur ağzım dilim. Bek gəlmədi az qoy görüm.
Yox, beh atmadı xanım. Qoy kuxna mebeli ilə bağlayırıq görək xanımı. Kuxna mebelinə beh atıblar. Normal evdə, yəni bir otaqlı zal, studiyadır, bir də yataq otağıdır. Aşmırıq, kuxna mebeli. Beh atan xanım. Yəqin məni yığar özü. Deyimə, hər şey yaxşı olur. Az konseneri kim istəyir, mənə zəng eləyin. İnşallah canım. İnşallah hər şey yaxşı olur. Beh atmadı xanım, ay qız. Gedərdik. Unitaz, hər şey reklam eləyək də oldu. Satsınlar da, cəmaat da çörək pulu qazansın. Ən azından o da mənə çörək pulu verir. Düz demirəm. Tapamadım, bir kartım yok. Bəli. Bu, Bəli. Timon, baxışda üzülü sən narahat edirəm. Xoşdur, Mən buyurun. danışdım. Bir saniyə, hə. Bugün axşam. Hə, lap yaxşıdır. Əlaqə saxlayaq da 1-2 saat qabaq əlaqə saxlayarıq ki, mən evdə olmasam qayıdım gəlim evə, işimizi bilək. Nə qədər dedi kuxna mebeli söküb, buradan söküb oraya yığacaq da elə? Neçəyə eləyəcək? Buradan söküb aparıb oraya yığacaq, eləmi? Qəşək. Qəşək. Burada mənim elə izləyicilərim çox yazırdılar, qəşək eləyir. Özünün maşını var, eləmi? Sökməyə, yığmağa. Yaxşıdır. Qəşək. İşimiz elə həmişə belə yaxşı kimi geçsin. İnşallah. Özündə bilirsən, kuxna mebeli təp-təzədir. Çox sağ ol. Sağ ol, Allah fərləsin. İndi bir də bunu da deyim sizə. Siz bar stolu ilə aparırsınız, yoxsa təkcə kuxna mebeli ilə aparırsınız? Yox, da məndə gec olur da, satmazsınız söhbəti, gec olur. Oturacaqlarını da verim də. Oturacaqlarını. Bilmirəm, gəl indi belə eləyək də. İndi mənim kuxna mebelini ölü yeri çölə tulladım, verdim sizə. Amma şeydir, indi kuxna mebel təkcəcənə, bax bunu bura yığdımşam 200 manata. Ondan sonra şeylərimi ona nə deyirsən, bu oturacaqlarımın da birini almışam 100 manatdan. Oturacağım bir dənəsini, ədədini. İndi gəl bunu aşağı yenək, yönləşdirək, başa düşürsən. Elə bunun hamısını bir yerdə kuxnanı yetim qoyma. Elə bunun hamısını götür yığapar. İndi siz özünüz gələsiniz, bura bildim, özünüz gələsiniz. Özünüz gəlsiniz, baxıb lap qərar versiniz, lap yaxşı olar. Heç nə, yaxşı. Onda mənə 1 saat, yarım, 2 saat qabaq xəbər edin. Oldu. Amma o birisi nömrəni əlaqə saxlayın da. Bu nömrəm səssizdə olacaq, evdə qalır. Çölə çıxanı götürmürəm. O birisi də öz şəxsi nömrəmi verdim də sizə. Bu mənim reklam nömrəmdir. Oldu. Yaxşı. Yox, bugün axşam gedir kuxna mebeli. Demə, konseneri istəyirsinizsə, zəng eləyin nömrəmə də, zəhmət olmasa. Evi hardan aldın, Tima? Xırdalandan evi satırsan, xeyir. Kuxna mebeli neçədir? Kuxna mebelini satdım. 6-dan sonra zərətkəm düşdük. Bunu qoyum zərətkiyə. Bilmirəm, bax, mənim şeyim haradadır, adaptör başda olub.
Əşyalar satır, xeyr. Kuxna mebeli və kondisioner satır. Kuxna mebelini satdım, kondisioner qaldı. Ev aldınız, bəli. Binadan aldın, xeyr, həyət evi. Koydum sərətkiyə, xeyr olsun, çox sağ ol. Mübarəkdir, sağ olun. İndi gözlə. Qoy görək. Xanım bir haqda bizə. Hə. İndi qoy mən indi şəxsi nömrəmi verim buna bir haqda. Bir saniyə. Axşam reklamdayıq. Xəbəriniz yox deyil sizin. Az yığışın. Gedirik. Çox sağ olun Jalə xanım. Bir saniyə. Nömrəmi verməliyəm. İndi reklam nömrəmə. Qoy görüm. Bunu mən bu nömrəni paylaşım ora o xanıma. Nətər paylaşırlar? Bu telefona başım çıxmır. Böyle görmüş nöqtəyə bastıq. Dəyiş, paylaşın. Zəhmət olmasa bu nömrə ilə indi mənə yazın da, ya məni yığın bu nömrə ilə. Çünki bu mənim reklam nömrəmdir. Attım nömrəmi. Atdı bir uşaqlar, sağ olsun. Uşaqlar, axşam gedirik, ma bir yerdə seçim. Bir saniyə. Ma bir yerdə seçim eləyəcəyik. Alo. Gəldi, çox sağ olun, cibiniz dolu olsun. Bir də bunu deyim sizə. Sizin sağ olun. Sizin şeydir, səhifədə, TikTokda səhifənizdə neçə takipçiniz var? Canlaşmaq olur sizlə? Olursa sizin telefonunuza canlı açarıq, daha yaxşı olsun. Mənim telefonumla canlı açıq deməklə deyil ki, şeydir, gəlin bura. Sizin telefonunuzla canlı açarıq, sizə də xeyir olsun. İnşallah eləyərik. Onda axşam saat neçədə oradayam? 6-ya qədər gələ bilərəm. Heç nə durum hazırlaşaram, qəşək. Konumu atma. Səhifənizi də paylaşınma, qəşək. Burada, bu WhatsApp-a paylaşarsınız. Bilmirəm, orada görənmirəm. Siz mənə paylaşın WhatsApp-a, mən biləcəm, takip atım sizə. Çox sağ olun. Bu da belə. Reklamımız hazır. Qurum kontakta. Yox, bunu xanım mebel alanı qurum kontakta. Deyəm. Bir saniyə, sonra başım qarışır, başım bitir. Onsuz da uşaqlar yaddaş kaybı yaşayıram bu aralar. Mebel alan. Mebel alan yazdım. Mebel alan. Bir saniyə. İndi şey var kontakta. Eklə. Reklama gedəcəyik. Bir saniyə. Bəli. Alo. Salam. Salam qazanalım. İndi sizə zəng eləmişdik. Siz dediniz ki, Tima ev səhifəsini yazın. Biz də tapa bilmirik o səhifəni Instagramda. Instagramda yox, TikTokda. TikTokdadır. Biz də qazanalım sənin. Bizim evlərimiz 2 dənədir də. Bir qızımın evidir, bir də mənim evim. İkisini də satırsınız? Mən belə eləyə bilərəm də, xanım, mənim mesajlar çox gəlir, mənim ümumiyyətcə yazan adamlar çoxdur. Gəl belə eləyək, mən sizin evləri özüm gəlib çəkib paylaşmağımı istəyirsiniz? Atırsınız mənə, mən paylaşacağım. Problem deyil, elə lap yeşək, lap əla. Yox, elə demə, lap yaxşı. Bax, mən indi belə şey deyim də, biri var, bax 100 manat səndən pul alam, mən atasan, mən onu paylaşam, reklam eləyəm, halalçılıq olsun. Başa düşürsən, belə. Yox, mən o mənada demirəm. Biri də var, sən mənə 500 manat atasan, mən o evi sata biləm, satmaya biləm, belə şeylər var. Amma 100 manat mənə atasan, məsələn, mən onu paylaşacağam, məni izləyirlər, cəmaət görür.
Mən elə bilgən ki, paylaşaram. Sizin öz TikTok səhifəniz var, qızınızın, kiminsə, yaxınınızın, tanışınızın, özünüzün. Mən qəşəng sizin ən gözəli bilirsən nədir? O maklerlərə, ora, bura aparıb 500 manatı, 1000 manatı verdiyini qəşəng. Sizin səhifənizi altdan etiketləyəcəm. Kimin ev xoşuna gəldi, evi almaq istədi, özünüzə yazsın, evi də özünüzdən alın. Pulunuz da cibinizdə qalsın, heç kimə də var pul verməyəsiniz. Nə gör, belə gözəldirmi? Hə. Hə, niyə eləmirəm ki? Hə, baş üstü. Baş üstü. Hə. Yaxşı, onda mən sənin nömrəni də vururam kontakta. Hə. İndi mən bilmirəm də, indi qızınız nə hansı nömrə ilə yazıb mı? Bir saniyə. Sənin nömrəsini vermə, mən şəxsi nömrəmdən vurum, ona vızv atım, öz nömrəmə, bu reklam nömrəmdir. Nömrəsini deyim. Hə, denən, hə, denən. Gözdə. Bir saniyə deyəm. Hə, denən. Deyəm. Aha. Bax, indi zəng eləyirəm, görsək gedir ora. Bir saniyə. Hə, sağ ol. Elə bir şeylə, elə bir o nömrəni WhatsApp-dan yazın. Şəxsi nömrəmdir. Hə. Oldu, yaxşı. Yaxşı, yaxşı. Nətərdir uşaqlar? Nətər söhbətdir? Gedib aparıb deyir ki, şeydir, maklerdən 500 manat, 1000 manat. Niyə verir ki, aparıb xalq cəmaat ona ki? Gütsün şu 1000 manatını, 500 manatını aparsın versin dərinə oduna. Düz deyil. Qışı paylaşaram, izləyicilərim də var. Bir var, canım 2 nəfər baxa deyə, nə qədər canım, nə qədər millət baxır, nə qədər cəmaat baxır. Ege Banyo, bax bura gedəcəyik uşaqlar. Bax Ege Banyo, qoy takib atım sizə. Gəlirik, gəlirik. Özü yuan unitazdan qışır. Amma uşaqlar, indi mən bilməyəcəm də, Ege Banyoda olacam, canını oradan açacam, biləsiz. Deyir, axşam 6-ya kimi gəl burada ol. Şey eləyərik, uşaqlar, mənə köməkli eləyərsiniz, oradan nəsə hədiyyə seçim üçün. Çox sağ olun, Ege Banyo, təşəkkür eləyirəm. Allah başınızdan deyilsin. Ege Banyo macaya atdı, bir atdı. Behatda Ege Banyoma gedirəm. Ay uşaqlar, anam nətər oldu? Ximiyadan çıxan adam özünü nətər istəyir, bax o cür. Təşəkkürlər, çox sağ olun. Xoldunki niyə satıram? Az aparacam özümlə. Təzalda nə böyükdür. Buradan bir damcı böyük ola bilər bəlkə də. Özüm ölməsin səni. Çox sağ olun. Mən münasib reklam eləyirəm. Mən vallahi, mən bəlkədən zad duyuram. O 2000 manata reklam eləyənlərin də canlısındakindən bəlkə də yüksək canlım var və yaxud da ki, biraz bir 10 nəfər az canlımda adam var, məsəl üçün. O 500 manat reklam eləyənlərlə canlım eyni gedir. 200 manatla, 200 manat az pul deyil ha. Yığıram, bax. Anamın xidmət əlmanlarıdır. Görürsünüz, gedib bunları alaşım. Evi xırdalandan aldım. O bir evin kondisioneri var, hə, o bir evin kondisioneri qalır evin üstündə, ona görə bu kondisioneri satıram. Ay, baba, mahkimatdır. Ege Banyo, çox sağ olun. Sizin banyonuz təxminən şey tərəfdə deyil, elə o Mednus tərəfdə. Orada banyolar da var, O gün anamla analiz verməyə gedəndə oradaydıq. Nələr var idi orada? Bütün kaminaların hamısını keçirdim adıma. Evin qazı da var. Təhsil Nazirliyinin yanı. Bilmirəm ha, oralarda. Konumatı gəlib çıxacam. Boltaya vuracam, bir də gördüm, düşdüm orada. Əli, çox sağ olun.
Elə şey Ege banyo. Elə oradan da xoşuma gəldi. Elə bir qaydanda şeydir Çapayev. O mən oranı tanıyıram elə bil. Eşitmişəm, o tərəfdə olmuşam. Elə bir günə ki, xoşuma gələn şeydir. Elə qoyarsan maşının dalına götürüb gələcəm. Eləmə taksi qoyarsan götürüb gələcəm. Belə. Büsün mənim buraya partlayar ha. Sən sonra deyərsən ki, yox, sonra sabah göndərərəm, bir gün göndərərəm, maşına göndərərəm. Mənim ürəyim çat verir, gecə gələrsən ki, mən infaq vurubdur. İnanırsan, mən səhərə kimi gecələr yatmaram, 3 gün, 4 gün beyin pozğunluğu yaşayaram ki, həyəcanla, Allah haqqı. Kimsə mənə deyəndə ki, sənə nəsə bir şey verəcəm, hədiyyə verəcəm, falan şey alasın, mən günlərinə yata bilmirəm. Mənim elə bir psixoloji durumlarım var. Yəni mən normal insanam da, yəni deyim, Ege hospital başa düşürsən. Unitazdan ötəri məsələn, mənə hədiyyə verəsənsə, mən günlərinə yatmayacağam. Ki mənə bu şeydir. Aşağı yox, qədər körü çəkmişəm. Bax, hamısı bax, onların əlamətləridir. Anormalsan. Anormalam da. Nə bilirsən, oxatan. Yoxsa oxatan bir cəhil olur. Mənə kimsə deyəndə ki, sağa falan şey verəcəm, mən gecə yatamıram. Səhərə kimi onu fikirləşirəm. Ay belə oldu, ay elə oldu, ay belə eləyərəm, ay bunu falan yerə qoyaram, bunu belə düzəldərəm, belə olar. Mən elə xoşlayıram. Keşək gələr, orada keşək canını açarıq sizin səhifənizlə. Ondan sonra mən öz səhifəmlə də qoşulacam sizə, izləyicilərim görsün, keşək, mən orada olacam. Mən də oxatanam, eləyəm. Demək, oxatanlarda bu xüsusiyyətlər var. Şeydir, nə qarışam, orada el eləyərik. Ondan sonra izləyicilərim, hamımız gedirik, keşək şeylər var, deyir. Deyir, yox, şəkil atmaq, çox gözəl şeylər var. Belə eləyək, sonra... Qəşək şeydir, indi nə hədiyyə də verəcək, qəşək bir dənə beğendiyin aparacaqsın, həqqi aparım da pahalı olsa bə nətər olacaq, pahalı olsa verəsiz. Görək nə yazır. Bəli, fisyo. Amma mən oradan şeyzə götürməymişəm, banyoza götürməyəcəm. Çünki bizim banyo yerimiz yoxdur. Şeylər, baxacam da, ucuz var şey götürəcəm. Xanım, belə elə dediyimə baxmayıb, bahalısan. İndi mənim ən bahalı şey, oradan ən bahalı şey götürsəm, uzaqlaşıb da 150 manat olacaq. Şeydir, onu nə deyirsən, şeydir, qəşəti bir dənə də hədiyyəmi də verəndə gətirib evdə quraşdırıb, təzə evimdə, qəşəti bir dənə video çəkib paylaşıram. Nə tür söhbətdir? Balkonum var. Balkon yox, amma pəncərələri var. Evin. Evin pəncərəsi çoxdur. Neçə pəncərəsi var? 1, 2, 3, 4 pəncərə var da demək olar ki. Görüşük gününüz olsun. Remontludur, remontludur. Mesajıma bax. Mesajıma bax. Mesajıma bax. Harada bax? WhatsApp-da. WhatsApp-da sən mənə yazma. Yazı var. Birdən olur, məndə səs çıxmır. Həqqi. Mənim hamamım orada balaca daxım, mən uyaramır. Yo, putla unitoz deyirəm, putla yusun. Elə baxacam da, indi gedəcəm oraya. Balaca moyka istəyirəm, balaca olsun belə, ensiz balaca. O belə şeydən deyib, bundan deyəm, göstərəcəm. Bunun balacası, bunun çıxılısı. Məndə burada var yekədir. Baxın. Bax, bunun çıxılısı. Bax, bu yekədir, düzdür, görürsünüz, mən bu boyda istəmirəm. Elə bir bu boyda, bax, bu boyda. Bu boyda balaca, belə əl yumaq üçün. Ondan sonra... Baxıcıydı, orada bax, da şu biri var yerində görür, gözündən görməyək, başqa şeydir. Biri də var ki, elə belə deyirik. Salam, dünən sizi gördüm, laf yaxşı. Başım güzəlləndi. Dilim ağzım quruyub mən. O, məndəki yenə şamaz gedəndə. Görüm. Mən də bəlkə bir nimisil işləm düzələrəm, görüm. Mənim nimisil. Səhər bir dənə gripor düşmüşəm. Gripim yox deyil, uşaqlar. Elə bilirəm ki, klip olacam, elə sevdim üzümü. Yemək yedə, yemişəm. Yemək yemişəm. Prosta özümü pis edirəm, bilmirəm, yiyəm.
geyinəş amma reklama gedirik, qəşəng geyinməliyik. Bilmirəm uşaqlar, ağzım quruyur onu deyim ki. Ağzım quruyur. Geçdi, çox sağ ol. Əslində mən burada moykamı sata bilərəm. Bax, uşaqlar, moykamdır. Baxın. Gözləyin. Kim istəyir uşaqlar? Moyka, təttəzə. Güzgüsü var, belədir, bu təttəzədir. Bir də unitaz. Nətər söhbətdir? Moyka, unitaz, o nərdivan, suşulka. Yox, moyka, unitaz, nərdivan. Kim istəyirsə gəlsin aparsın. Neçiyə? Nə bilim az neçiyə? Təptəzə. Moydadır. Nə moyka deyirik? Moyka deyil. Bilmirəm nə. Bir saniyə. Divanı sokmuram az. Gözdə. Bəlkə baxarıq indi. Yox, görgən. İndi canımı bağlayıram uşaqlar. Duraq hazır aşağı eləyək. Nəsə bir şey fikirləşək. Eləyək. Yaxşı, konserlər də kim istəsə mənlə əlaqəyə keçsin. Özünüzə yaxşı baxın.